Salam dəyərli izləyicilər. Belə bir sualın izahına baxaq. Sual asan sual olsa da bəzən abituriyentlər suallarda müəyyən çətinliklər çəkirlər. Ona görə də qərarı aldım ki, sualın həllinə aid bir video dərs hazırlayım. Sualda belə deyir ki, psixometrin quru və yaş termometrlərin göstərişinə əsasən psixometrik cədvəldən istifadə edərək havanın nisbi və mütləq rütubətini təyin edir. Bu quru termometrdir, yəni havanın temperaturunu ölçür. Göstərişi T bərabərdir 20 Selsi dərəcədir. İkincisi yaş termometrdir. Göstərişi T bərabərdir 15 Selsi dərəcədir. Fərq isə 5 Selsi dərəcədir. Yəni quru və yaş termometrlər arasında fərq 5 Selsi dərəcədir. Biz də burada psixometrik cədvəlin köməkliyi ilə hesablayacağıq. Quru termometrin göstərişi nə qədərdir? 20 Selsi. Mən birinci bunu tapmalıyam. Quru ilə yaş arasında fərq nə qədərdir? 5. Daha sonra 5-i tapdım. Bunları, yəni hər ikisinin yerləşdiyi sütunu və sətri tapıram. Yəni cədvəldə. Harda kəsişdilər? 59. Deməli, fi bərabərdir 59%. Yəni, havanın nisbi rütubəti 59%-dir. Cavab olur B variantı. Bəli, abunə olmağı unutmayın. Hələlik.